Bakı-Sumqayıt yolunda yeni çəkilən avtobus zolağı ətrafında yaranan narazılıqlar son günlərin ən çox müzakirə olunan məsələlərindən birinə çevrilib. Şamaxınka kimi tanınan Üzü-Sumqayıt-Masazır-Xırdalan istiqamətində olan bu yolda əvvəllər ancaq pik saatlarda sıxlıq olurdu. İndi günün istənilən saatlarında, hətta bazar günlərində bu yol keçilməz darboğaza çevrilib. İctimai nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədi ilə salınan bu yol, əksinə sürücülərin əsəbini tarıma çəkib. Sürücülər hesab edirlər ki, qərar real yol tutumunu nəzərə almadan tələsik verilib. Nəticədə yüzlərlə avtomobil sahibi gündəlik yol əzabından qurtula bilmir. Əvvəllər də xüsusən axşam saatlarında yaranan sıxlıq indi sonu görünməyən maşın selinə çevrilib. Məsələyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin münasibəti özünü ləngitməyib. Qurumdan verilən məlumata görə yeni çəkilmiş zolaq sayəsində iri tutumlu avtobusları rahat və fasiləsiz hərəkəti təmin ediləcək. Bildirilir ki, metronun 20 yanvar stansiyası istiqamətində Şamaxınkadan Biləcəriyə qədər olan hissədə avtobus zolağı mövcud deyildi. Bu səbəbdən ciddi ləngimə yaranırdı və səyahət müddəti artırdı. Yeni xüsusi hərəkət zolağı yol infrastrukturunun yaxşılaşdırılması məqsədi daşıyır. Görünən odur ki, yeni avtobus zolağı problemi həll etmək əvəzinə daha da dərinləşdirib. Aynanın açıqlamaları isə sürücülərin narazılığını aradan qaldırmaq üçün kifayət etmir. Nəticə olaraq Bakı-Sumqayıt yolundakı vəziyyət hələ də ciddi problem olaraq qalmaqdadır.